Yəni bu illüziyada planlaşdırılmış illüziyadır. Necədir? Məsələn, bir nümunə primer kimi çəkim. Məsələn, narkoman gedir, girir evə. Evə gedir, girir, anasının qızıllarını görür. O qızılları götürür. O qızılları götürür, o oğurluq məqsədi ilə onu götürür. Gör nə edir? O qızılları götürür, aparır, qoyur lambarda. Lambartdan elə bir ki, məsələn, 500 manat, 1000 manat pul əldə edir və buradan da İranlı ilə danışır, narkotik. Yəni bu götürür həmin o pulu, gedir narkotik alır, bu onu gedib planını necə qurur ki, mən gedəcəm, bu narkotik götürəcəm, həm özü istifadəm olacaq, həm bunu satacam, həmin o satışdan əldə elədiyim pulu gedəcəm, həmin o qızılı lambartdan çıxardacam, həm də ki, həm narkotikim olacaq, həm də pulum olacaq. Amma sonda nə ilə nəticələnir? Yəni, qızılda batır lambartda, özü də tutulur. Yəni, narkotikində heç bir də özünə qalmır, doza salır. İqramanlarda da necədir məsələ? İqraman da deyir ki, məsələn, mən evdən 1000 manat ya gedirəm kreditə götürürəm, ya bir dənə gedir 2000-lik telefonu gedir götürür kreditə, aparır o 1000 manatı satır. Sonda planlaşdırır ki, mən həmin o 1000 manatı qoyacam hansısa oyuna, hansısa koeffisiyentə qoyacam, nə edəcəm? Mən o pulu şişirdəcəm, həm telefonu çıxardacam, həm telefon alacam, həm də ki borcumu qaytaracam. Eyni bir şey. Sonda da nə olur? Telefon da batır, hər bir şey. Axırda bunun adına nə qədərsə borc yığılır. 100%. Məsələn, belə bir şeylərdən var, məsələn, nümunələr sən də çəkərdin. Bax belə deyim də, oturmuşam pul para yenə yox. Gördüm Umikodan mesaj gəldi ki, bəs sizə 1000 manat kredit verə bilərik, hansı telefon istəyirsə götürə bilərsiniz. Telefon mövzusunu yaxşı oxuyacağam abi. Telefon zakaz elədim, 1000 manat telefonu götürdüm, getdim 700 manata satdım Neftiqayda. Məndə plan nədir? 700 manatın, 500 manatını qoyacam 2 koeffisiyentə, 1000 manat yeyəcəm, telefon pulumu bağlayacam. Təzən pul götürəcəm özümə, təzən bir də 2 koeffisiyentə qoyacam, başlayacam piramidə qalmağa. Planlaşdığımız illüziyamızdır bizim, inanclarımızda da var. Qaldıracam. Gedir, amma bir müddət sonra plan batır. Çünki burada 1000 manat yandayım mən. İkinci variant gələm, əl açıram, Bankomen kredit təşkilatı, Asbuk, Manato. Gələm oradan çəkirəm, başlayıram. Yenə 2 koeffisiyent. 2 koeffisiyentə vuracam, tutacam. Biz İqamanın bütün xasiyyəti 2 koeffisiyentə vurub pul qaldırmaq. Amma bu da mümkün olmur da bu. Həmişə ucuz. Çünki oyunlar da istər-istəməz satılır, oyunlar da fırlanır, gözləmədiyin bir şeylər. Oynayırsan, artıq tükənirsən. Bir müddət tükənəndən sonra da artıq bunun başqa variantı görmürsən. Reallıq odur ki, sənin belə bir pul yığılır. Məsələn, narkomanın dozası artır, ən yaxşı variantda belə dırnaq arası dozası artır. İqramanın da ki, nə olur? Borcu şişir olur, falan. Həm də biz öz hisslərimizi bir şpisa doğru özümüzə soxuluq. Biz də hisslərimizi soxuluq özümüzə. Adrenalin, həyəcan. Mən belə fikirləşdim, ötdüm özüm analiz etdim. Mən həyəcan axtardım, qummağı tapdım. Adrenalin axtardım, qummağı tapdım. Eyni asıllığın, yəni baxın da, indi biz burada açıqlamalar veririk. Asıllığın baxın da, yəni növləri İqramaniyada özün necə biruzə verir, narkomaniyada necə biruzə verir. Yəni yekunda hər bir şey, yəni yekunda odur ki, yəni sən həyatın idarə olunmaz olur. Yəni narkomanın da həyatı idarə olunmazdır, qumarbazın da, alkoqolun.